Jimmy's jar. Jimmy'nin bankası. Jimmy's favorite class at school is history. Favorite sevimli, class fən mənasında olacaq burada. At school məktəbdə, history tarix. Jimmy'nin məktəbdə sevimli fənni tarixdir. Today he has a history project. Today bugün he has onun var. History tarix, project layihə. Bugün onun tarixdən layihəsi var. He has a jar full of his favorite things. Jar dedik banka, full of neylənsə dolu. Favorite dedik sevimli, things əşyalar. Onun sevimli əşyaları ilə dolu bankası var. There is a photo of Jimmy. Orada Jimmy'nin şəkli var. A photo, şəkil, of Jimmy, Jimmy'nin. Burada of, in deməkdir. Yeri gəlmişkən dostlar. Burada o və f yazılanda bunu of kimi oxuyuruq. Of. Amma 2 dənə f'imiz olanda, onda bu zaman bunu biz of oxuyuruq. Bunları qarışdırmayın. And there is a picture of his family. Və orada onun ailəsinin də şəkli var. Picture of his family, onun ailəsinin şəkli. Baxın, Jimmy'nin şəkli buradadır, ailəsinin şəkli isə buradadır. Jimmy's yellow yo-yo is in the jar. Dostlar, yo-yo bu oyuncağın adıdır. Yo-yo, yellow sarı. Jimmy'nin. Jimmy'nin sarı yoyosu bankanın içindədir. In içində deməkdir. And there are dog treats too. Dog treats it yeməyi olacaq. İt yeməkləri cəm formadadır. Və orada it yeməkləri də var. Too da də həmçinin it yeməkləri də var. He is in the yard. Yard həyət deməkdir. O həyətdədir. There is a big green tree to hide the jar under. Big böyük, green yaşıl, tree ağac. To hide gizlətmək, under altında. Orada bankanı altında gizlətmək üçün böyük yaşıl ağac var. Now Jimmy's dog Yappy is in the yard. Now indi Jimmy's dog. Jimmy'nin iti Yappy adıdır. Yard həyət. İndi Jimmy'nin iti Yappy həyətdədir. Oh no, stop Yappy. Yox, dayan Yappy. That's my history project, Jimmy says. Bu mənim tarixdən layihəmdir, Jimmy deyir. Say demək. Does Yappy like history too? Yappy də tarixi xoşlayır. No, he doesn't. Yox, but he likes dog treats very much. Amma o it yeməklərini çox xoşlayır. Bye bye.